Herkese salam. Mızmız Rauf ve Sevda yollardadır. Bildiğiniz kimi ad günümüzün bir hissəsini Qubada keçirdik. Deyir göstərmə mənə, yaxşı, siz də yola baxın. Bir hissəsini Qubada keçirdik. Bugün də ayın 19'udur, yəni əsas doğulduğum gündür. Rəqib işlədir, dünənki gününü bize ayırdığı için bugün işlədir. Mən də dedim ki, uşaqlarımı götürüm, gedim özümə ad günü keçirdim. Ay Allah. Yaxşı göstərmirəm başda. Qar yağır uşaqlar. Neyse, Sevra məktəbdədir. Gedirəm Sevranı götürüm. Bunları öncə əyləncə mərkəzinə, sonra da ailemizin baş belası McDonald's aparım. Hadi gidelim. Evet arkadaşlar, tek özümüz gedəcəkdi. Sevranın sınıf yoldaşlarını da örgütlədi, bir yerdə gedirik. Şu. Karınlarını doyurdular. Hə uşaqlar? Doydun? Doydun Banu? Doydun Lale? Aferin sana. Hə. Hə. Dirək ki, salam edin. Hə, doydun sen de. Hə, nuş olsun. Sevra hediye götürmeye çalışır, göre götürebilecek. Ay olmadı. Kabloklara bakın uşaqsın. Videoda böyük görünür ama bak balacadır. Yaxşı. Uşaqlar özlerine geyim tapıblar. Mama, Hə. ondan Ondan istəyirsən? İnşallah toyun olacağınız. İnşallah gedirik. Aa, bu ne qəşəngdir, bu çox qəşəngdir. Sevra, bunu necə sürüyəcəksən Sevrursun? Ayağımın altında kalın. Bu qəşəngdir. Fazla ərxəsi də var. Belələr də var. Oy. Gəlin. Bu da qəşəngdir. İncə zərif. Herkese salam. Necəsiz? Yaşlı. Bugün sizlerle ne çekirik? Dərs vlogu. Bəli. Sabah 5-cü gündür və həm həyat bilgisi, həm Azərbaycan dili, həm də informatika öyrənməliyik. Şaka. Nədir o? Kitabın yapışqanını götürüb yapışdırıb üstünə. Nəysə. Sevdanın Qara Günləri adlı çalışma başlayır. Ne zaman tətil olacaq? Ben tətil istəyirəm. Hə, buyur. Nədir? Arkadaşlar, bir dənə də bu iğrenç bir şey slime'dır. Nə də götürüblər əllərinə. Ne gündə də əldə. Ged əlləri bir yuy. Ay da ne gündəsən. O zibil qabına gedir. Əllərinizi yuyub gəlirsiniz. Tez. Tez. Evet, onlar əllərini yuyub o iğrenç şeyi atana qədər. Biz də gəlin görək Sevra nə öyrənəcək. Sevra öyrənəcək Bozqulağın yeni dostu bu dersi ve kitapları bitirecek. Gördünüz mü? Bozqulağın yeni dostu hayat bilgisi. Hayat bilgisi, hayat bilgisi. Hayat bilgisinden öğrenecek evdeki eşyalarımız. Bizim Bakın. evde anca makyaj var. Niye bizim evde ancaq makyaj var? Hiç oyuncağımız yok. Aparıb göstərərəm ha sən oyuncaqları ya. Hiç oyuncağımız yok. Aa. Ben de bir tane hiç oyuncak almalar. Ben oyuncak. Yaxşı ki vloqlamışam çox şey sizə alınanları. Hatta şey mayma hoşlanamadım anne mayma. Oy Allah, oy Allah. Neyse. Ne inirsiniz? Dərs oxuyuruq ya biz. Bir tane hiç oyuncağım yok. Can neyse. Elə bir bura biraz narahat olduq. Keçək. Hə. Sana hikayeyi düştüm. Hə, göstərin. Baxın, gözlə. İki. Raufun iqralarına baxın planşetin. Hı. Raufun yüklədiyi iqralara baxın. Saysam 50 çək balam. Saysam bir 100 dənə olar. Bura baxın. Mənim deyil onlar biləsən də. Bak. Aa, hələ çevrilir. Düşürdüm. Bura baxın. Gəlin sayaq. Hamısını sayaq. Yo saymayaq, bura baxın. Cəzə. Bu nədir? Ayasvakət. Nədir? Ayasvakət. Uşaqlar. Sən bir dəqiqə bayaqları Bravo'nun tətbiqini gördüm deyəsən, bir dəqiqə. Görürsünüzmü ya? Mənim mi körlüğüm tutub? Mən buna da başlamışam. Bravo. Bu nədir? Afar. Hə? Avaş. Bu.
Afet. Nədir o? Bravo. Bravo. Marketdir. Onu niyə yükləmirsən? Rauf, sən Bravonun tətbiqini nə edirsən mən balam? Bak bunu da. Bak. Hə. Aras marketin tepkisini. Bax bu nə? Bu taksi xidmətini nə edirsən sən? Hara gedirsən sən taksi xidmətindən istifadə edirsən? Mayada dediyim. Hara gedirsən? Mayada uzun saatte O 166 deyil, 189-dur. Hər zaman oxu. Mayada uzun saatte. Mayada uzun saatte. Ben de onu okuyayım. Ha, oku. Bakayım. Vallahi 166'ını okuyayım. Hə, oxu. 160 yanın 166 saflara gəmin yadında 160 gözlə təzdən eləyirəm. Dərs vlogundan çıxdı ha, dostlar. Hə. 166 saflara gəmin yadında 166 evdən evinə düşəndə yüksək oldu canı 166 yanında hər an yanında 166 166. Burada sənin reklamın ola bilərdi ki, oldu. Arkadaşlar buraya çıkacak. Araz marketin tətbiqindən nə çıxacaq? Sepet. Səpət. Deməli bizdə hər zaman Sepet. burada oturmaq üzrə dava olur. Axırda da heç biri oturmur yeriylə. Nəysə, konu Araz marketdə 166-ya necə gəldi? Hə. Ben ver. Bakın. 1. Hadi onları sayınca axşam olacaq. Evet. Gəl başlayaq. Ben gözə. 1. Aşkım, başlayaq dərs oxumaya məncə. Hə, sən götür planşeti, get otur sakit. Evet. Bizə biraz dərs oxuyaq. Belə qaldı. Gəl yanıma, davay. Ana bir daha say. Yox, Azime. yox. Arkadaşlar buraya çıkacak. Arkadaş, ey dost, biz dərs oxumağa çalışırıq. Xahiş edirəm, dur yavaşca sürüş buradan. Arkadaşlar buraya çıkacak. Arkadaşım, xahiş edirəm. Ay arkadaşlar bizim mektebin dalı buzdu. Biz oradan sürüşürük yerden. Nəysə, davay başlayaq. Raf, mən dərs oxumaya çalışıram. Xahiş edirəm, icazə ver. Hə, uşaqlar gördülər. Ada, onlar pulludur. Kartdan datdan pul çıxar yeri. Nəysə. Birinci başlayaq Bozqulağın yeni dostundan. Bozqulaq kama. Bu Bozqulaq 3 gündür, 4 gündür bizim həyatımızın işğal eləyib. Bozqulağın payız qayğısı. Bozqulağın yay günü. Bozqulağın bahar sevinci. Yəni bu Bozqulaqla biz günlərdir dalaşırıq. Payız qayğısı, bu da Bozqulağın yeni dostu. Görək Bozqulaqla qurtardıq. Şükür Allaha Bozqulaqla qurtardıq. Bozqulaq çox kədərli idi. Burnunu pəncərənin şüşəsinə söykəmişdi. Şişi. Bu zaman Şişi. bir dəqiqə. Bozqulaq Pişti bir daha. oxuya bilərəm. Bu Help me, dəllərin arasında qalmışam. Help me. Qurtarın. Bəs dayandıracağam önce vlogu. Başlayaq. Bozqu Sevra. Sevra. Bozqulaq çox kədərli idi. Birazdan mən sənə soruşacağam oxudurub bitirdikdən sonra. Sən mənə deyəcəksən. Eşitdin məni? Davay. Bozqulaq çox kədərli idi. Burnunu pəncərənin şüşəsinə söykəmişdi. Bu zaman pəncərəyə ağappaq qar dənəsi qondu. Necə deyirdi? Bozqulaq çox kədərli idi. Nəysə, artıq ağıllı oturduqlarına görə şübhəli. Nəysə, dərs öyrənməyə başlaya bilərik. Bakın. Mən dərs oxumaya çalışıram. Hə. Gösterdim de. Hı. Onu qoy yerinə. O ki var, o ana şapalağı dəyməlidir. Ana səsi eşidilməlidir. Ana qışqırmalıdır. Ondan sonra uşaq belə Arkadaşlar. buyur. Hamay. Makaka meymun. Gel otur artık gel. Hamay. Da ayağımı da göster, başımı da göster. Neyse indi söndürün onu. Bizi dəyişdik, gəldik stola ki biraz ciddiyyət dərs başlayaq. Ben burası.
Bu arada bakar mısınız? Islak kek hazırlamışam. Gözləyirik ki, sosu tam özünə çəksin. Oturaq dərsdən sonra mama bala çay içək. Neyse, sen burada dur, biz de başlayaq. Aha, oxuyuram. Dinlə. Dinlə. Dinle adımı Bu şarkı sana dinlə. Neyse. Bozqulaq çox kədərli idi. Burnunu pəncərənin şüşəsinə söykəmişdi. Bu zaman pəncərəyə ağappaq qar dənəsi qondu. Bozqulaq soruşdu. Sən niyə qəmginsən? Görmürəm. Yenidən görmürdüm. Bozqulaqdan soruşdu. Sən niyə qəmginsən? Çəkməyəcəm ha indi. Mam baxıram ne sen? Məni dinlə. Sən niyə qəmginsən? Bozqulaq cavab verdi. Hardasın? Buradayım. Sən bunu mən oxuyuram sənə. Sən əzbərləməlisən. Yadında qalanı sonra mən danış yaxşı. Başlayım. Şirincə soyuqda başlayaq. Artıq bozqulaq çox kədərli idi. Burnunu pəncərənin şüşəsinə söykəmişdi. Bu zaman pəncərəyə ağappaq qar dənəsi qondu. Bozqulaqdan soruşdu. Sən niyə qəmginsən? Bozqulaq cavab verdi. Şirincə soyuqdan büzüşüb, ayı, kirpi yatıb. İndi mən kiminlə oynayım? Eybi yox, biz sənə kömək edərik. Siz? Hə, mən və başqa qadınları. Çıx bayıra, gəl bizdən özünə dost düzəlt. Adını da qar adamı qoy. Bozqulaq sevindi və özünü bayıra atdı. O qar dənələrinin arasında ora-bura qaçır, onları yumrulayıb üst-üstə qoyurdu. Birazdan qar adamı hazır idi. Salam dost, Bozqulaq dedi. Salam, çox sağ ol, məni düzəltdin. Amma elə bil nəyisə çatışmır. Bozqulaq indi başa düşdü ki, qar adamına burun qoymayıb. Tez evə qaçdı. Neçə bir gölçəçi gətirib dostuna bağışladı. Onlar çox xoşbəxt idilər. Yazan kimdi? Sevinç Nuru qızı. Sevinç Nuru kızı. Sevinç Nuru qızı, sən bu Bozqulaqla nə takıntın var ki, 4 dənə 5 dənə mətn yazmısan buna. Davay, indi sən yadında qalan mənə danış görüm. Baxıb danışabilirim. Birinci baxaraq danışa biləndən sonra baxmayaraq eşidəcəm səni. Buyur. Bozqulaq çox kədərli idi. Aha. Burnunu Aha. pəncərəyə qırışdırdı. Şüşəsinə söykəmişdi. Şüşəsinə söykənmişdi. Mən sən nağıl danışdım ha. İndi ondan nə yadında qalıb, onu danışarım mənə. Bax sən. Mən bax, sən danış, mən baxıram, narahat olma. Bozqulaq çox kədərli idi. Aha. Şu, qurtardı. Danışdı. Yadımdan çıxdı. Bozqulaq çox kədərli idi. Uşaqlar, gözləyir mən bunun nağılı bunu öyrədim. Sevər sizə qəşəng öyrənmiş formada danışsın. Oynayıb. Sənə desinlər artistliyi, aktyorluğu elə qəşəng eləyərsən ki, bu dərsə gələndə ömrüm günüm çürüyür. Hə, sonra üçüncü dəfə telefon qaldırıram, telefon düşür əlimdən, bu da gülür. Hə, buyur, başla. Bozqulaq çox kədərli idi. Burnunu pəncərənin şüşəsinə söykəmişdi. Aha. Bu zaman pəncərəyə ağappaq qar dənəsi qondu. Sən niyə qəmzinsən? Bozqulaq dedi. Şirincə. Şirincə büzüşüb. Aha. Şirincə soyuqdan büzüşüb. Kirpi yatıb, ayı yatıb. Bəs mən kimlə oynayım? Aha. Qar dənəciyi dedi. Eyb yox, sən qar adam düzəlt. Yox, biz sənə kömək eləyərik. Biz sənə kömək eləyərik. Sən qar adam düzəlt. Özünə dost düzəlt, adını da qar adamı qoy. Özünə dost düzəlt, adını da qar adamın qoy. Başqa nə? Bozqulaq. Bozqulaq buna çox sevindi. Və Və
Qaça-qaça özünü evdən atdı. Hə. Atıb Ha, o qardanələrin arasında o qardanacıqların arasında ora bura qaç. ora-bura qaçıb, Hə. yumrulayıb, Aha. qaradan Hə. dedi. Düzəltdi. Qaradamı düzəltdi. Aha. Qaradam dedilər indi. Hə. Bayaq dediyim Hə, qaradam hə. dedi. Qaradam dedi, çox sağ ol məni düzəltdiyin üçün. Amma bir dənə bir şeyim çatmayıb. Hı. Bozqulaq bunu bildi. Qaçıb evdən kök gətirib, burnunu qoyub, Burnunu qaçıb evdən yetişi gətirib dostuna bağışladı. Onlar nə idilər? xoşbəxt. Afərin. Çox şükür Allahım, çox şükür ya Rəbbim, çox şükür. Çox şükür Allahım, çox şükür. Axı biri qurtardı da. Çox şükür ya Rəbbim, çox şükür, çox şükür. Ay, yoruldum Allahım. Nədir? Atarsan da indi. İndi gəldik həyat bilgisinə. Həyat bilgisine qədər sevdim. Mən Bunları gərək. keçən dəfə Evdəki əşyalarımız. Uşaqlar evdə nə edirlər balam? evi yığışdırırlar. Məsələn, nə? Töküblər, evi yığışdırırlar. Hə, yəni siz də evi tökəndə yığışdırmalısınız da. Hə. Sözdə qalmasın da, yığışdırın da, yəni. Ya. Sonra otağı səliqəyə salmaq üçün əşyaları xətlərlə öz yerinə birləşdirin. İndi get sadə karandaşı gətir. Görək bunların hansının yeri hardadır. Görək Sevra nə edir? Görək nəyin yeri hardadır. Harda? Hı. Da. Məsələn, balışın yeri hardadır? Biraz düz qoy da balam. Əmələ başı qrafatın üstünə qoy da, qrafatın qırağına qoyubsan sən. Ay, sağ ol. Sonra kitabın yeri hardadır? Okey, qoy. Arkadaşlar. Sonra burada ne gelir? Arkadaşlar gel onda pozanı getir onu sil. Arkadaşlar. Gel. Ya Finigas. Bu nedir ki? Bu ne ikradı? Çünkü üzerinde oyunlar oynuyor. Ben bilmiyorum çok. Ne adı? Minecraft. Benim daha sənə sözüm yoktu. Minecraft. Minecraft? Minecraft. Minecraft uşaqlar. Bunun adı nedir? Minecraft. Minecraft. Minecraft olmaz Minecraft. Doğrudan ben bilmirəm. Bunlar bilir Allah. Neyse gel. Gel. Koy kitabı yerine koy. Haradadır kitabın yeri? Nerede kitap? Koymuşum. He, çorap hardadır? Bence oyuncaqları yığ önce qutuya. Evində yığmırsan, heç olmasa kitabda yığ. Kitapta yıkarım ama evde yıkarım. Oho. Hə, da kitab bir yerdə də kitab var. Qoy. Apar. Aferin. Sonra burada da kitap dəftəri var. Onları yığ çantaya. De, oyun topu da yığ. Ev yoxdur. Ev yoxdur. O axır birində də yığdın hara? Yığ. Hə, yığ. Hepsiciklərini yığ. İndi top da qoy. Top hara gedəcək? Top da qutuya gedər də, oyuncaqdır çünki. Bir şey qaldı. Koftanı qoy şkafa məncə. Allahım, kitabda da evdə iş gördüyüm azmış kimi gəlib şkaf, burada da iş görürəm, kitabda da iş görürəm. Ev yığışdır. Benim alnıma yazılmış. Hə, çorab da şkafa qoy. Zaten Çorab buranındır, yox bu şkafındır. Hansı şkafın bu olmalı? şkafın. Hə, qoy ora. Bu şkafa nə qoyacaq? Açıq qaldı. Hə, yəqin ki yataq ev yoxdur da qoydu, getdi. Nəysə bu qədər. Yetər, yoruldum. Ay nə qədər iş gördü. Buranı O digər dərsdə onu şey keçmisiniz. Ay Allah, bunu çevir. Deyəm. Reçelim. Bir dakika. Zırgın. Ya cırılmadı. Oyuncaqların gözdə, bunu öyrənməlisiniz. Oyuncaqların, paltarların, kitabların hər birinin öz yeri var. İstifadə etdikdən sonra onları öz yerinə qoysanız, otaq səliqəli olar. Əşyalarınızı özünüz yığsanız, onun yerini bilsəniz, məktəbə hazırlaşanda əşyalarınızı tez taparsınız və dərsə
gecikməsiniz. Siz bu işləri yerinə yetirməklə həm də evdə səliqə yaradılmasında iştirak edirsiniz. Mən niyə Valideynləriniz sevinir və köməyinizə görə təşəkkür edər. İndi əziz izləyicilərimiz, yazın görün, bizim izləyicilərimizin çoxu uşaqlarda da. Yazın görün, mamanıza evdə hansı işlərdə kömək edirsiniz? Ən sevdiyiniz iş və heç sevmədiyiniz iş hansıdır? Mən ancaq yığışdım. Sevirsən? Paltar qatdalı. Sevirsən? Yox. Sonra uşaqlar Sevra bir paltarı qatdalayır. Yəni böyük adam onun yanında halt etmiş də, yəni o dərəcə səliqəli qatdalayır. Mən də bəzən qatlanan paltarlar olanı deyirəm ki, Sevoşka qatla da, mənim işim olanda. Bunu görür. Oh. Bunu görür uşağım bezirəcək paltar. Hə. Bəli, buyur. Sən Verməm özüm. atdanmı? Verməm. Detdi. Hə, detdi. Hə. İndi Sevra yenə bunu öyrənməlidir. Uşağım nə qədər şey öyrəndi. Bunu öyrənməlidir. Bir də bu tapşırıqları yerinə yetirməlidir. Ay müəllimələr. Ay müəllimələr. Bizə niyə o qədər şey verirsiniz? Bəti gündən hər kəsə salam. Mama bala çıxmışıq, gedirik Sevranı gətirməyə. Sevra hardadır? Sevra hardadır? Hardadır? Bacı işdədir. Bir bu kürkü... Ah, bir şey baxın, qapqoradır. Kürküvaz bir güzel yüzünü görək. Mamaya bax. İşdədir. Ha, işdədir. Bacı Nə götürmüsən? Hə, nəsə götürməsə evdən çıxa bilmirik ki. Gedirik Sevraşı gətirməyə. Sevraş bugün... Ah, bugün nə olur uşaqlar? Axı mən sizə Sevranı dərsə yola salmaq videosu çəkəcəkdim. Təsəvvür edin, telefonum sönüb. Budilnik çalmayıb. Çox sağ ol. Budilnikim çalmayıb. Bir də görürəm Sevra çağırır, mama, məktəb var. Gözümü açmışam, hava işıqları. Bax, hava qaranlıq oldu, dururuq məktəbə hazırlaşmağa. Hava işıqlanıb, saatda baxıram 9 işləyir. Oyda. Bugün də imtahanları var, dərs test yazacaqdılar. Sırazı müəlliməyə yazmışam. Uşağı səhər yeməyisiz sırazı hazırlayıb göndərmişəm. Bir dənə də əlinə kek vermişəm ki, yolda yeyərsən. Şimdi başlamışıq günə. İndi də gedirik, Sevraşı gətirməyə. Belə. Rafın sevimli maşını. Hə, qıpqırmızıdır. Şimşək McQueen oxşur, hə? Hə, gedək. Sizə nə göstərim? Bu, məktəbə gedərkənki Rafdır. Sakit, tokdur, hey. Tokdur, hə. Bu, məktəbə gedərkənki Rafdır. Sakit, yanımda gedir. Bir də məktəbdən gələrkənki Raf var, onu da göstərəcəm. Çatdıq məktəbə. Sevranın çıxmağını gözləyirik. Hə, Raf. Salam elə. Fikri qalıb uşaqlarda. Götürdük Sevranı. Biraz məni əsəbləşdirdilər yolda. Niyə dərsiniz? Bütün üstləri palçıq, Raf girdi palçığa. Daha doğrusu yıxıldı suyun içine, güya buzda sürüşür. Şalvarı bütün palçıq. Sevra suda atlandı. Baxın Raf şalvarı var. Baxın. Su, gəl. Neyse, gedirik indi evə. Nə çəkirsən? O dünənki vlogun devamı. Hə. Dünən sənsiz canlı açmışdıq. Hamısı. Hə, ağzına var. Hamı səni soruşurdu. Deyirdilər ki, Sevraş hardadır? Harada olacaq, yana mən yatızdırıb canlı. Rauf, tok da ora, Rauf. Gördünüz bayaqçı Raufla indiki Raufun fərqin? Göy gizlənib. Ay Allah, heç görmürük səni, heç görmürük. Gəl. Ayaqların sudur, gəl gedək. Rauf. Makaka. Nə qarsan? Sən nə qarsan uşaq? Əlləri də sudur. Pito sudur, yox, gəl. Sən niyə susan belə? Bura bax, niyə susan deyəndə yıxılıb da. Neyse, gedək arkadaşlar evə. Evet arkadaşlar, geldi eve çatdıq. Yeməklərini yedilər. İndi gedirik yatmağa. Niyə yatırıq? Çünki sabah həftə sonudur. Yaşasın. Sən xəbərin var? Mən neçədə durmuşam. Hə. Həftədə 2 dəfə yatırıq. Evet. 5-ci və 6-cı gün. Yaşasın. İstirahətdir. Hələ 5 gün tətilə qalıb.
Belə. Sizə videonu editleyim, paylaşım, sonra gedək yataq. Belə. Videomuzu bəyəndinizsə, kanalımıza abunə olub, like atıp, yorum yazmağı unutmayın. Hello.